belə saxlasanız bəs eləyir. Kraxmalı səpirik ki, yapışmasın. 1 saat keçəndən sonra isə belə götürüb kraxmala buluyursunuz yenə də. Süzgəcə qoyub artıq kraxmalını təmizləyirsiniz də, yəni artıq kraxmalını süzgəcdən keçirirsiniz və marshmallow artıq hazırdır. Baxın belə yumuşaq, yapışmayan, tam da elə mağazindən aldığınız marshmallow'nun dadında və daha dadlı alınır məncə. Siz də hazırlayın. Nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və şərh yazmağı unutmayın.